Sabahın axşamınız xeyir olsun əziz dostlar. Hər birinizə Steam Akademiyası salamlayıram və mən Yadova Dadaşov. Bugünkü bizim dərsimiz fayl serverə aiddir. Fayl server nədir? SMB protokolu nə cür işləyir? Hamısını sizə izah edəcəm. SMB neçə cür növləri olur? Gəlin belə deyək. Məsəl üçün siz hansı bir infrastrukturda böyük bir şirkətdə işləyirsiniz və şirkətinizin bir en qədər lazımlı materialı var. Əlbəttə ki, multimediadır, sənəddir, şəkildir. İndi siz əlbəttə ki, iş yoldaşlarınızdan bir ova istədikcə əlbəttə ki, vaxt itkisi olur və belə bir funksiya var ki, hər bir şirkətin serverində bir fayl serveri olur və bütün şirkətin məlumatları, faylları hamısı o serverin içində olur. Yəni hər bir istifadəçi girib istifadə edə bilər, amma bəzən administrator tərəfindən digər qovluqlara yetki verilmir. Orada məxfi məlumat da ola bilər, şirkətin təlimatlarına uyğun da ola bilər. Yəni o artıq rəhbərliyin verdiyi tapşırıqdan asılıdır. Məsəl üçün gəlin sizə bir şəkil göstərim. Məsəl üçün yoldaşlar, bu bizim fayl serverimizdir. Adını da yazıram. File server. Bunun da yaddaşı olsun, məsələn 1 terabayt. Və bunun içində çoxlu qovluqlarımız var. Məsəl üçün bu hissəcik IT-yə aiddir, bu hissəcik insan resurslarına, bu hissəcik də olsun marketinqə. Yazım üstünü IT. Bu hissənin adını yazaq HR, bu hissənin adını yazaq marketing. Aha. Və belə deyirəm, tamam ki, bu da bizim kompüterlarımızdır. Çəkim. Biri olsun HR, biri olsun marketing, biri də olsun IT. Və təbii ki, hamısı fayl serverə daxil olaraq resurslardan istifadə edirlər. Amma yenə də deyirəm, məsəl üçün bəzən elə bir permissionlar qoyulur ki, IT marketinqə daxil olmaq istəyir. Amma administrator tərəfindən qadağa qoyulub. Məsəl üçün, marketinq özünə daxil olur, HR öz qovluğuna, IT də IT qovluğuna. Yəni, məsəl üçün, HR marketinqə heç cür girə bilməz. Gəlin, onları da mən sizə göstərim. Deməli, domen kontrolerimizdə gəlin belə bir qovluq yaradaq. Adını da qoyaq Gerrit və onun içində qovluqlar yaradaq. Məsəl üçün, belə bir yazaq da IT staff, yəni IT heyəti, daha sonra HR staff və marketing. 3 dənə qovluq yaratdıq biz. İndi buna təbii ki, bir share verməliyik ki, yəni qıraq adamlar onu görə bilsin. Birinci növbədə biz nə edirik? Biz ilk növbədə deməli server managerimizi açaraq Yazıq file and storage service var. Daxil oluruq bura. Bizdə shares var. Hal-hazırda bizdə qrup polisdə şəklimizdir, network ondur və sysvoldur. Qrup polislər düşdüyür. Biz nə edirik? Daxil oluruq new share-ə. SMB-lər var. SMB şəbəkə protokoludur. Filelardan dəyişiklik edirsə, nə yazıb write edirsə, hamısı SMB-dən gedir. SMB-nin də mənası simple message blockdur. NetBIOS və Kerberos üzərindən gedir. Biz burada quick seçirik. Burada biz diskimizi seçə bilərik və lazım olan qovluğumuzu. Biz deməli birincisi belə edirik. Bir şeydə daxil olaraq, məsəl üçün götürək birinci IT-ni, IT staffı deməli seçirik. Next-i vururuq, adı qalır IT staff. Yəni kimsə də daxil olmaq istəyəndə bunu kopyalayıb daxil olacaq. Məsəl üçün, gəlin bizim bir user'ımız var. Mən user'ları silmişəm. Ayrıca bu qrupları yaratmışam. Yəni o domen kontrollerlə sizə göstərim. Mən domen kontrollerdə deməli 3 dənə organization unit yazmışam. HR
öz adımdan bir user yaratmışam, IT və sysadmin. Və ondan da başqa security qruplar yaratmışam, IT, HR varımızdır. Deməli, istifadəçimiz açılır. Həm də onda idi yoldaşlar qeyd edirəm ki, fayl serverlər cürbəcür olur. NAS olur, DAS olur. Baxır cloudda saxlamağımız artıq infrastrukturdan asılıdır. Biz nə edirik? Biz RAN-a daxil olaraq həmən bu yolumuzu bura bir dənə göstərək, görək tanıyır. IT staff. Gördüyünüz kimi tanımır. Çünki biz bunu şey eləməmişik. İstifadəçi daxil ola bilmir. İndi xəta verəcək ki, belə bir yol yoxdur. Deməli, biz Next-i basaraq, Next və buradan biz yetkilərimizi veririk. Default olaraq, deməli, Windows server, sistem administrator, userlara yetkini verir ki, nə edə bilərlər. Və biz burada nə edirik? Və görürsünüz, belə bir xəta verir ki, yəni şəbəkədə belə bir qovluq yoxdur. Biz də bunu bağlayırıq, gözləyirik. İndi biz buradan elə eləməliyik ki, IT-yə həmən insan resursları, yəni HR daxil ola bilməsin. Biz buradan deməli, bunları silirik, silə bilmirik çünki defaultdur. Biz nə edirik? Add edirik, buradan seçirik həmən o qrupumuzu. Burada görürsünüz, bizim çoxlu qruplarımız var. HR yaratmışam, okey. Okey, və görürsünüz, burada yetkilərimiz var. Gəlin, mən sizə bütün yetkiləri göstərim. Görürsünüz, silmək, oxumaq, fayl yaratmaq, fayl yazmaq, fayl kopyalamaq, atributlar və digərlər. Biz nə etməliyik? Biz burada deny seçirik. This folder and subfolder, yəni təkcə bu folder, bu qovluq və qovluğun içindəki yaradılan alt qovluq var, subfolder. Və okey basaraq apply artıq düşdü bura. Olsa accessory and execute düşür. Mən istəmirəm olsun. Ona görə mən buradan bütün yetkilərini alıram əlinə. Apply. Okey. Artıq bu orada görsənmir. Next-i basaraq Next-i vururuq və SMB-miz yarandı. Heç bir xəta vermədi. İndi gəlin yoxlayaq. Görək. Görək. Görə bildik onu, yoxsa yox. Xeyrdimiz yoxdur. IT staff. IT staff var. Burada görürəm. Amma içində görüm nəsə eləyə biləcəm. Var. Bilirsiniz niyə? Çünki yoldaşlar. Digər. Silək. Baxın, mən sizə onu deyim. Burada verəndə o demək deyil ki, görsənəm. Permissions'da bizdə balaca boşluq var. Görürsünüz, users. Hal-hazırda mənim adımda olan istifadəçi domain user'dır deyə. O artıq onu görüb eləyə də bilir. Nə hissə eləyə bilər. Ona görə də biz burada onu edit eləməliyik ki, o onun administratorda o qalır, amma share bölməsindən siz daxil olaraq həmən o HR-a heç bir yetkini vermirsiniz. Belə bəs HR qrupunu tapıb deny verirsiniz.
buradan da belə kopyalaya bilərsiniz. Və ondan da əlavə seçkinə daxil olaraq bizim shareddə IT staffımız var. Properties'e daxil olaraq sharingdə artıq görürsünüz shared olunubdur. Advanced sharing də permissions bölməsində. Görürsünüz hamısı full control change var. Amma biz istəmirik kimsə girib ona baxsın. Ona görə də biz apply OK eləyərək həmən o HTR-ı bura əlavə edirik və ondan deny seçirik. Deny seçdikdə apply OK, apply. Görə indi alınacaq. Bəzən biraz düzgün eləmir. Aha, artıq heç. Gördünüz? Mən insan resursları olaraq həmən o IT qovluğuna artıq girə bilmirəm. İcazəm yoxdur. Bax, mən belə deyim. Əgər bizim network bölməsində əgər onun adı çıxsa və yaxud da buradan da girmək istəsəm, mənə xəbərdarlıq gələcək ki, sən artıq ora daxil ola bilməyəcəksən. Və mən də nə edirəm? Mən HTTP staff bölməsinə daxil olaraq sharingdə, advanced sharingdə, permissions bölməsində görsə artıq hamısında readdir. Full control gedib. HTTP bölməsini bura daxil edirəm. Bu ancaq read eləsin. Yəni nə əlavə eləsə, əlavəni yalnız administratorda və yaxud da departament tutalım ki, məsəl üçün. Bizə HTTP staff shared görə olunub. Deməli biz indi buradan silirik adını HTTP staff. Bəli, HTTP staffımız var. Shared olunub. Amma tutalım ki, mən indi burada gizlincə bir qovluq yaratmaq istəyirəm. Adını da yazıram. Görürsünüz, xəta verir ki, icazə yoxdur. Və nə qədər eləsəz də artıq siz burada heç eləyə bilməyəcəksiniz. Məsəl üçün, mən administrator olaraq bura bir qovluq yaradım. Adını da yazıram. Təlimat var. Yoxsa qovluq düşdü. Mən bu içinə girib nəsə bir fayl yaratmaq istəyirəm. Nə bilim, text document. Yenə də qoymur. Yoxsa you need permission to perform this action. Və yaxud da qovluğu silmək istəyirəm. Yazır ki, administrator tərəfindən yalnız administratorlar edə bilər. Yəni, yoldaşlar, siz özünüz artıq bunu avtomatik təyin edirsiniz ki, hara, nə yerləşdirmək lazımdır, kimlərə necə yetki vermək lazımdır. Yəni, burada IT staff yaradılıbsa, siz əlavə də girib buradan, new share'dan, yenə də new, buradan biz qovluğumuzu seçirik, share'də artıq HTTP staff, təlimatdan sonra pozay qalsın içində. Next, next, next. Və buradan kimlərə yetkilər var? Users falanlar. Burada add edib. HTTP. Burada read. Ancaq read-i verək. Başqa müdaxilə olmasın. Apply OK. Next, next. Artıq deyir vardı ya. Artıq gözü burada eləmir. Mən artıq o yandan yaratmışam deyə. İndi gəlin obisini də eləyəm, marketinqə. Gözü hər dəfə refresh eləyin ki, bura gəlib düşsün ki, hansı var siz o yandan eləmişsiniz. New share. Deməli, buradan biz seçirik marketinqi. Next. Also completed. Və məsəl üçün tutalım ki, marketing staffa HTTP müdaxilə eləmək istəyir. Permissions'da girirsiniz, buradan yenə də ancaq read-i qoyursunuz. Yalnız xüsusiz təkcə burada o demək deyil ki, hamısı read edir. Məsələn, elə istifadəçi var ki, burada full control eləmək istəyir. O da məsəl üçün yenə də buradan tapsın. Məsəl üçün, ya da mən administrator user-ım. Yəni, buna ancaq full verə bilərsiniz. Yenə də o sizin baxır rəhbərliyinizin verdiyi tapşırıqdır. Mən də gəlirəm bura HTTP-da neçə nəfər, neçə dənə user varsa, mən onlara deny verirəm ki, onlar ora daxil ola bilməsinlər. Və yaxud oraya girmək istəyir, o close. Və indi deməli, artıq bizdə paylaşılıb, özünüz görürsünüz. İndi gəlin belə edək. HTTP yox, yazıram marketing. Gördünüz? İcazə yoxdur.
Yəni ki, burada sənə lazım olmayan materiallar var deyə administrator akses vermir. Yalnız sənin daxil olunacaq bilən lisiyi, belə də tapa bilərsiniz. Lisiyə daxil olaraq burada görürsünüz qovluqlar var. Sadəcə ehtiyac da. Aha, girdi təlimatlar. Hə, görüm neyniyə bilirəm, məsəl üçün mən burada. Sənəd yazmaq istəyirəm, icazə vermir. Tamam, çıxdım, qayıtdım. IT staff'a girdim, icazə yoxdur. Logodur, logoya da icazə yoxdur. Marketinqə də icazə. Network-a daxil ola bilməyəcək. Network-a daxil ola biləcək, sadəcə orada polisləri görə bilməyəcək. Və yaxud da Syslova da. Syslovda da ki, bizdə polislərimiz var, hansı ki, şəkillərimizdir. Ekrana qoyduğumuz şəkil. Onlara da müdaxilə eləmək biraz məsləhət deyil. Onsuz qoymayacaq zaten o heç. Bugünkü dərsimiz yoldaşlar bu idi. Shared folder olması barəsində necə paylaşılır. Gələn dərsimizdə inşallah maraqlı bir mövzumuz olacaq. Mən inşallah seçib sizə xəbər eləyəcəm Allahın izni ilə. Sağ olun yoldaşlar. Gələn görüşlərə dək özünüzə əmanət olun.